47-ci ayəsində önünə göstərdiyi Allah. Deyir, güldürən də mənəm, ağladan da mənəm. Ağlayın ki, ahirətinizi ağlayın. Ayədən çox dərin mənalar çıxır. Deyir, güldürən mənəm, ağladan da mənəm. Ağlayın ki, Allah sizə əfələsin. İndi burada mən İmam Sadiq əleyhisselamın ağlamağın yolları mövzusunda bir hədisə toxunmaq istəyirəm. İmam Sadiq əleyhisselam buyurur ki, 7 dənə mərhələdə insan ağlamalıdır. Birinci, insan dünyada çətinliklərə düşdü, istər-istəməz ağlayacaq. Belə ki, bir dənə çətinliyə düşdü, bir dənə sıxıntıya düşdü, çarə tapmadığında hədəfin ağlamaq. İstəyir kim olursan, istəyir şah ol, istəyir kim olursan. Çətin mərhələdə artıq sağın solun və bilirsən ki, bunlar bu işləri görə bilmirlər, nəticədə özün və Allahın qarşısında qalmısan. Hədəfin isə bilinə, özünü rahat eləmək üçün ağlamaq. Bir çətin mərhələlərdə dünyada mütləq ağlayacaqsın. İkinci buyurur ki, insan xəstəliyə düşdükdə ağlayacaq. Adam ki, xəstəliyə düşdü, naçar qalır. Həkim təbib gəlir, bir söz deyir, adamlar bir söz deyir, hamısı deyir, şəfa tapacaqsan, huzur. Bir anda özünə bağlandırda bir dənə söz deyirsən. Ay Allah, mənə sağ ol, məni qurtarken, başını sağ ol. Dünya şirindir, nə qədər biz desək ki, dünya bağlıdır, dünya boşdur, dünya belədir, amma insan yaşamaq istəyir. 139-cu ilində yaşayan bir insan sual edirlər ki, sən bu qədər ki yaşamırsan, bərəkətli ömrünü, nə fikirləşirsən? Yəni, dünyadan yoruldun ya yox, deyir ki, hələ mənim fikrim var, yaşamaq. Yorulmaq da yorulmamış, yaşamazsın. 139 il yaşayır. 950-ci ilində Həzrət Nuh ömrünün peyğəmbərlik ilində deyirlər, bu qədər ki, ömrü sürdü, necə görünür bu ömrü? Deyir, ömür şirindir, ahirət isə çox uzun və əbədi olacaq. Ölmək istəyirsən, sualın cavabında deyir, ölmə hamımız yetişəcək. Amma dünyada elə maraqlı hadisələr var ki, istəyirəm görən var. Yəni, insan xəstəliyə düşəndə naçar qalır. Deyir, mən ömrümü belə bərəkət edirəm. Mənim bir ustadım var idi. Deyir, mən uşağı idim. 11 yaşım var idi. Hərarətim çox çətin idi, çox uzun idi. 41 dərəcə qızdırmada yatıram. Həkim 3 gündür mənim qızdırmanın hərarətimi aşağı sala bilmir. Birdən deyir, həkim mənim öz yatdığım otaqdan bayra çıxdı və naçar qalan həkim bir dənə söz deyir atama. Qapı deyə açır, bir dənə söz deyir. Mən bunu eşidəndə çox qədərləm. Dedi ki, Allah heç bir atıya belə bir müsibət göstərməz. Dedi ki, həkim ki, sən oğlun artıq ömrü tamamlamaq olsun. İmkan varsa götürürəm, xəstəxanadan aparım. Artıq bunun hərarətini sala bilmirik və bu neçə gündə yemək yemir və bu bizlik deyil. Çarəsini tapa bilmirik. Deyir, bu söz mənim qulağımda 2-3 dəfə getdi bu həkimin dediyi. Qapı aralıdır, eşitdim sözü. Deyir, başladım ağladım. Ağladım. Deyir, birdən gördüm ki, bir nəfər qulağımın mənimlə söz dedi. Oğlum ağlama. Sən ağlama. Sən niyyət elə ki, mən Qur'anı, Əhl-i Beyti sevər olacaq. Mütləq sən bu xəstəlikdən qurtaracaqsın. Deyir, içində deyir ki, Əhl-i Beyti kimi. Qur'anı bilirəm, Əhl-i Beyti tanımam. Deyirlər, mütləq bu yolda sən öyrəncinəm və bu yolda söz verirsən. Bizə söz ver ki, biz səni qurtaraq. Deyir, mən baxdım belə, deyir, belə dedim, ata, indi atam dayanıb qapının atasında, həkimlə. Deyir, dedim, ata, mənə heç olmayacaq. İçimdən gəldi deyir söz. Mənə heç olmayacaq, mən
heç yana aparmayacaq. Deyir, həkimi gözləri oldu, başladı ağlamır. Əks tərəf. Atam bir başladı ağlamır, mən bunu hiss elədim. Gördüm, deyə ağladılar bunlar. Amma deyir, mən də o hadisəyə onlara baxdıqda körlədim. Və deyir, sabaha günü xəstəliklə xilas oldum. O gündən bu günə qədər mən xəstəliklə olduğunu hiss eləmirəm. Əhl-i Beyti də gözəl bilirdi və Əhl-i Beytdən də istəyirdi. Dedi, bu mövzuda 11 min kitab yazmışdı. Allah lütf edin, onun üçün deyir, İmam Sadiq əleyhissalam xəstəlik zamanı insan mütləq ağlayacaq. Və bir də harada ağlayacaq? İnsana bəla gəldikdə. İnsanın başına bir bəla gəldikdə başlayacaq ağlayacaq. Onun daha çarəsi qalmayacaq. Kimlərəsə dəstəyi, kimlərdənsə kömək yox. Bəla yetişdi. Allah göstərməsin, bir dənə böyük zəlzələ oldu. Bir dənə böyük tufan oldu. Bir dənə təsəvvür getirir ki, bir neçə vaxtından qabaq bir dənə Azərbaycanda, Bakıda olmayan dolu düşdü. Adamdan başqa ağırlar. Ben hiç böyle şey görmemişim. Bu yaşımıza kadar rayon əhli bunu görmüşdü. Şəhər zamanında bunu görməmişdi. Bir başladım ağlamağa ki, bu xırda yağdı. Dolu, bezlər bu böyüsə də olur. Və mən bunu yaşadım. Deyir, bəla yetişəndə insan ağlayacaq. Dördüncü nədir? Deyir, dördüncü odur ki, bir insana müsibət üz verdikdə o mütləq ağlayacaq. Kərbəla müsibət, eləmədə müsibət. Kərbəla müsibət, ağır bir müsibət. Müsibət yetişdikdə deyir, ağlayacaqsan. Beşinci bir insan intizar çəkdikdə və nəticədə ağlayacaq. İndi bugün deyə şükür Allaha həmd olsun ki, sosial şəbəkə, insanlar hansı ölkədə olanlar asıl olmayarakdan görürsən, danışırsan, münasibətlər qurursan, adamlar var idi, illər öncə, uzaq səfərlərdə intizarını çəksən ki, ay oğlum, nə oldu mən? Əzizim, nə oldu mən? Gəl, o qədər intizar çəkirsən ki, və sonunda hədəfini ağlamalıdır. Və sonunda başlayırsa ağlamalıdır ki, görürsən mənim uşağımın başına nə gəldi? Mənim əzizimin başına nə müsibətlər gördü? İntizar edəmində ağlamalıdır. Və bunun bir dənə mənəsi var. Bilirsiniz də rəhmətlidir. İmam Zaman Ağustan. Zamanı imam üçün intizar edəməkdir. Əziz müminlər, o ağlayın ki, Allah sizi qəbul edəsin. Ağanın sevgilisinə sevirin ki, Allah sizi sevsin. Əgər o sevgini yaşamasanız, o intizar dönəmində Allahın üzrə necə baxacaqdır bilmirsiniz. İntizar dönəmində ağlamaq və bir mərhələ ayrılıq dönəmində ağlamaq. Allah bütün dünyada gedənlərə rəhmət eləsin. Ayrılıq mərhələsi. Adamlar atasın yola salır, adamlar əzizin yola salır. Qucaqlayıb onu, basır bağına, ayrılıq dönəm. Artıq o əbədiyyətə qovuşur. Sən fani dünyadasın. Və o çox ağır bir haldır. Bu halda insan ağır. Böyük bir işlərdən biri deyir, anam son anda can verman edir, gördüm deyir, son nəfəsini verir. Deyir, özündən asılı olmayaraq, basılıb bir bağlı anamaya. Dedim, ana, mən səndən ayrıla bilməm. Deyir, qəlbimdən, niyyətimdən bu keçdi, ilahi mən ömrümdən anama nəsib edəcəm. Anamın ürək döyüntüsü mənim ürək döyüntümlə eyni olur. Deyir, ilahi, mənim ömrümdən anama əta edirəm. Və deyir, o anda gördüm ki, öz halım pisləşdi. Çox pis oldu, deyir. Və deyir, bir gördüm ki, həyat dəyişdi, tərsinə oldu. İndi anam yaxşıdır, mən can verirəm. Demir, ölüm ömrə istəyirəm. Mənim ömrümdən Allah bir verdi, sənə ömrüm, valdım verdim ona. İndi ölüm yatağında. Sənsən, aman dünyada. Ana necə dözər bu balasını arasın? Deyir, ana da deyib, baxdı belə, dedi, ilahi, mən bu cür yaşamaq istəməm. Mən oğlumdan sonra dünyada yaşamaq, nə anladım? İlahi, bu uşağın dediyini qaytar. Mən istəmirəm, evladımın intizarını çəkir, evladımın əziyyətini çəkir. Mən belə ayrılığa dözə bilmərəm. Bu qədər bir-birlərini sevirdirlər ki.
Deyir, bir hal gördüm ki, hemen müdürlük danışır. Deyir, gəldim, gördüm ki, ana da evlat ikisi dünyasıdır. İkisi de ömrü tamam, ayrılığı özə bildir. Onun üçün deyir, ayrılıq zamanı insan mütləq alacaq. İnsan əzizini bitirdikdə, o ondan ayrılanda ondan özə bilməyəcək. Və bir mərhələ də, hansı mərhələdir? İnsan ölüm yatağına düşdü, xəstəliyə düşdü, artıq ölüm yatağında. Son anda insanın ki, gözünün önündə bütün hadisələr canlanır, mən bunun hadisəsini özüm yaşayanlarından olacaq. Bir nəfər ömrünün sonuna insan verirdi, onun üçün başının üstündə Quran oxuyurdu, kəlmə-i şəhadət deyirdi, o ağlayırdı. Gözündən yaş gəlirdi. Bir anda başını qaldırdı, dedi, ağa, kəlmə-i şəhadət necə idi? Necə idi kəlmə-i şəhadət? Biz təkrar test edirik, bu da dedik. Deyəndən sonra bizim söyledi deyilir. Ölümün son an nöqtələrində başladı ağır. O bütün həyat səhnəsi ki var, gözünün qabağında canlanır. Quranda Allah bu cürə buyurur, yol məktublə səhravi, insanın rəngi saralacaq qiyamətin günü. Dünyada da belədir, hələ dünyadan getməmişdən qabaq da belədir. Yol məktublə gedər, əlini çeynəyəcək qiyamətin günü. Dünyada da belədir. Adamlar da hissələndə nə edirlər? Əlin işləyir, görürsən, yumruq atır divara, özündə deyildi artıq özünü idarə etmək deyil var. Artıq o hala gəlib yetişib ki, özündə deyil. Onun üçün buyurur ki, insanlar ölüm yatağında ağlayacaqlar. Və bu onun son mərhələsi olacaq. Ona görə İmam Sadiq əleyhissalam buyurur ki, bu mərhələləri insan yaşamadan öncə Peyğəmbər əhəliyyətinə olsun. Onlara göz yaşadırsın. Onlara ağlasın ki, ahirətin günü, böyük sıxıntı yetişəndə, qəbr əzabı yetişəndə, onlar bu mərhələdə ağlamasınlar. İmam Sadiq əleyhissalam buyurur ki, bir dəstə insan qəbr sıxıntısından bağlandı olacaqlar. Onlar həm qəbr əzabının cavablarını rahat verəcəklər və həm də onlar orada ağlamayacaqlar. Onlar Peyğəmbər, Əhl-i Beytini sevən kimsədir. Həzrət İmam Hüseyin əleyhissalamın müsibətinə göz yaşı düşən insanlar. Onlar ağlamayacaqlar. Qəbir sıxıntısı, ahirət mənzərəsi söz anlayışında asan bir insan bu gözünün qabağında canlandıra görə ki, nə var? Peyğəmbərimiz Vaqiə surəsindən söz açanda deyirdi, Vaqiə surəsi məni çox bozuldu. Bir də o surəni oxuyun. O surəni hələ tərcüməsini oxuyun. Görün, orada Allah nələri xatırlayır, nələrdən danışır. Qiyamətin səhnələrini danışır. İnsanın halı hissəşə o surəni oxuyunda ki, nələr olacaq, nələr baş verəcək. Bu söz anlayışında asandır. İnsan onu oxuyanda bir an yaşasın olar ki, həqiqətən, bax, belə olacaq. Allah rəhmət etsin, mənim ustadım bir gözəl sözüdür. Dedi, festivallar keçirilir, Quran festivalı keçirilir, hədis mövzusunda festivallar, dini alimlərmə festivallar keçirilir. Bir dəfə bir festival keçirirlər, bir tədbir keçirirlər, Quran yaşayanlar. Görürsən, nə qədər Quranla yaşayanlar var insanlar. Yəni, Quranın sözlərini eşidir, o ilə yaşayanlar. Çox az insanlar ki, Quranla yaşayır. Ona görə Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmin əziz balası İmam Hüseyin əleyhissalamın müsibəti, ağırlı-azlı müsibət, o müsibət göz yaşı ilə qurtarılması müsibət deyil. Ağlamaq insanı sakitləşdirmək, təmkinləşdirmək istəyir. Özünü rahatçılığa yetişdirə bilərsən. Amma bu müsibətə Allahın mələkləri, bütün ərş-i aləm hamısı ağlamaz. Nə qədər canlı varsa, canlı aləmdə hamısı ağlayıb müsibət.
Yəni bu müsibət bir ailənin, bir insanın müsibəti deyil. Bu müsibət bir dənə böyük bir müsibətdir ki, sonuncu Peyğəmbərin əziz balası, nübüvvət aləmi, Peyğəmbərin tapşırdığı Əhl-i Beyt, zamanı ki, cənnətlə onu müjdələyib, bundan möhkəm yapışın, cənnətə bunun vasitəsini gedərsiniz. Bu adamı öldürməklə cənnətə mi getmiyor? İnsanların cənnət anlayışı bozulur və cənnəti əldən buraxır insanlar. Və bu gün ağlamaqla biz cənnəti əldə edirik və o cənnət zavalını biz axtarmamaq, cənnət zavalını sevməklə biz gedib yetişə bilərik. Xanım Zeynəb salamınla deyək, o qədər müsibətlər gördü ki, bu günlər onun ağırda asılı müsibətləridir. O qədər müsibətlər gördü ki, bütün müsibətləri xanım Zeynəb özü ilə görən bir xanımdır. Bilmirdi hansı Kərbəla qəhrəmanlar olsun. O qədər ağladı ki, Şam şəhərinə gələndə, elə ki o şəhərə geçişəndə, qadınlar xanım Zeynəbi tanımadı. O halətə düşmüşdü. Balaları sakitləşdirmək, Həzrət İmam Hüseynin müsibəti, evladları, qardaşı balaları, əzizləri, hamısının müsibəti xanım Zeynəbdir. Və bu uşaqlar, körpələr, hamısı xanım Zeynəb üzərindəyir. Və hamısı xanım Zeynəbin həvalə olunmuşdu, ona tapşırılmışdı. Deyir, bir qadın yaxınlaşdı, xanım Zeynəbə. Dedi, ey qadın, sən kimsən? Sən kimsən? Xanım Zeynəb bir otanadı. Təfsir dərsində həmən o qadın xanım Zeynəbdən dərs alır. Dedi, sən kimsən? Sən Peyğəmbər balasını tanımayan olsan. Sən nə uzunluqdan xanım Zeynəbə deyir, Allahsız bir adamsan. Allah lənət eləsin, gezib lənətullah, elə ki, Peyğəmbər Əhl-i Şam'a daxil olanda demişdir, bu insanlar Allahsız insanlardır, o Şam'a daxil olanlar. İmam Səccad deyir ki, heç o Kərbəla müsibəti bir yana qaldı. Bu söz bizə ələ bir ol verir ki, ələ bir ol verir ki, bir adama ki, Allahsız deyəsən, bu söz bizə çox ağır bir gəldi. Xanım Zeynəb salamullah deyir, gəldi o qadın mənə yaxınlaşdı, dedi ki, sən niyə Allahı tanımısın? Deyir, baxdım o qadına belə. Deyir, ey qadın, 5 il mən bu şəhərdə xanımlıq eləmişim. Mən bu şəhərdə dərs demişim. Mən əlimin qızı xanım Zeynəb. Mən o Zeynəbəm ki, Peyğəmbər evi, Peyğəmbərin dilindən eşitdiyiniz ayələri mən sizə deyirdim. Mən sizin bütün bilmədiklərinizi Peyğəmbərdən öyrənəcəyim. Mən Əhl-i qızıyım. Mən Həzrət Hüseynin bacısı Zeynəbəm. Bir qadın vurdu başını. Dedi, ya Zeynəb, sən nə halda düşmüsən? Ya Zeynəb, sən bizə Quran dərsi deyilir. Düşdü, deyir, əyaqlarını xanım Zeynəbin, gördü əyaqlarını, nə halətdir bu qadın. Əllərini öpdü, gördü, nə halətdir bu qadın. O qədər qəmsi vurmuşdular buna. Dedi, ya Zeynəb, bir neçə aya sən nə hala düşmüsən? Dedi, bütün Kərbəla müsibəti məni bu halda satdı. Mən bütün əsrləri bitirib Şam'a gəlmişim. Əl-ələtullah, əl-qovməz salibi və ya səyərləmüzləzinə yəmqəli qulluqlədir. Allah Kərbəla saliblərini lənət etsin. Allah Əhl-i sevərləri və Əhl-i sevərlərin yolunda sabit qədər olan insanlar, o yolda göz yaşı tökənlərə, o yolu sevərləri
zamanı imamı ilə məşğul eləsin.